رمضان رمضان. Esselamu aleykum. 28-dən 29-una keçən gecə ehtimal olunan Qədr gecələrindəndir. İbadət etdikdən sonra çay fasiləsinə ayrılırıq. Çay fasiləsi bitdikdən sonra hər kəs məscidin bir tərəfinə çəkilir. Kimi Quran oxuyur, kimi namaz qılır, kimi yorğunluqdan istirahət eləyir. Beləcə imsak saatı yaxınlaşdı, hər kəs süfrə başına toplaşdı. İmsakı bitirdikdən sonra sübh namazının azanına sayılı dəqiqələr qalmış, səmada duman yarandı. Sanki mələklər bulut formasında yer üzünə inmişlər. Sanki Qədr gecəsi məhz bu gecə idi. Sübh namazını bitirdikdən sonra evə gedib Bakı səfərinə hazırlaşdım. Məscidə gələrkən avtobusda elə iftar saatı girdi. Orucumu açdıqdan sonra məğrib namazına anında yetişdim. İşa namazından sonra səbirsizliklə sabahın açılmağını gözlədik. Budur, beləcə bayram namazı qılındı. Hər kəs bir-birini bayram münasibəti ilə təbrik edir, bir-birlərinə xoş dualar edirlər. İşinə qədər gözlə qoxanlar. Mən də Qaraçuxur məscidinin imamı ilə bayramlaşdım. Sonra çəkdiyim videoları paylaşmaq üçün Orxan abiyə göndərdim. Məscidin qapısını ağzına boşaltmaları özlədim, Allah razı olsun. Kəsim asmanların qapısını, məscidin qapısını ağzına boşaltmaları. Allahu Ekber, Allah.
Sonra çoxdandır görmədiyim Əl-Surət qardaşımla məsciddə rastlaşdım. Onunla da bərabər bir çay içib xeyli söhbət etdik. Sonra biraz gəzişib rayona geri qayıtdım. Bir Ramazanın daha sonuna gəldik. Qəlblərimizi yumşaldan, süfrəmizə bərəkət, ruhumuza sakitlik bəxş edən o gözəl qonaq indi heybəsində dualarımızla gedir. Sahurların o səssiz huzuru, iftarların şirin təlaşı yerini dərin bir sükunətə buraxır. Qəlbimizi səninlə yuduq, ruhumuzu səninlə doyurduq. Getməsinə kədərlənirik, amma bizə bəxş etdiyi huzurla təsəlli tapırıq. Gələn il eyni süfrələrdə görüşmək nəsib olarmı bilinməz. Amma diləyirəm ki, qəlbimizdə açdığı o mənəvi pəncərə heç vaxt bağlanmasın. Bu hüzünlü vidamızın sonu xeyirli bir bayram sevincinə qovuşsun. Rəbbim tutduğumuz orucları, etdiyimiz duaları qəbul, bayramımızı isə həqiqi bir bayram eləsin. Əlvida ya şəhər Ramazan. ومتى ننصاع للإحسان رمضان